süni intellekt heç nəyi şəxsi təcrübəsindən keçirərək təqdim eləmir. Ümumiyyətlə, onun iç dünyası yoxdur. O sadəcə olaraq mexanizmdir, o sadəcə olaraq proqram təminatıdır, o sadəcə olaraq sistemdir. Bir insanın dəyəri ondakı informasiyanın miqdarından asılı deyil. İnsanın dəyəri onun ontoloji kimliyindən irəli gəlir. Yəni, insan olduğu üçün dəyərlidir. Biz texnologiyaya xilaskar gözü ilə baxmamalıyıq. Texnologiyaya ağa gözü ilə də baxmamalıyıq. Texnologiyaya vasitə gözü ilə baxmalıyıq və texnologiyadan istifadə edərkən ruhu və şuuru olan insan kimi mənəvi məsuliyyət şuurumuzu, hissimizi əsla əldən verməməliyik. Süni intellekt yaradılmışdır. Yaradılmış bir şey əsla Tanrı ola bilməz. Allah isə yaradılmamışdır. Yaradılmadığı üçün o ən ali varlıqdır və insanların Rəbbi olaraq həmişə qalacaqdır. Bismillahirrahmanirrahim. Salam, əziz və hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün süni intellekt barəsində söhbətimiz olacaq. Maraqlı bir mövzudur, aktual bir mövzudur. Baxaq görək dinimiz bu məsələyə necə yanaşır, ümumiyyətlə necə qəbul edilir. Həm söhbətim dəyərli qonağımız Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dinşünas Elvüsal Məmmədovdur. Elvüsal müəllim, xoş gördük sizi, salamlayıram, xoş gəlmisiniz. Xoş gördük, Oqtay müəllim. Maraqlı mövzu deyilmi? Əlbəttə. Süni intellekt hər kəsin demək olar həyatına daxil olmaqdadır. Hər bir kəs bundan istifadə edir. Bir çoxları biraz qorxuya düşüblər sanki ki, düşünürlər bu necə olar, insanın yerini, zəkasının yerini tuta bilərmi? Bu tip suallar doğurur və varımızda suallar inşallah. Elə başlayaq ilk öncə bundan ki, süni intellekt ümumiyyətlə nədir? Oqtay müəllim, çox sağ olun. Sözün həqiqi mənasında maraqlı mövzudur. Süni intellekt həm insanda heyrət doğurur, həm də insanı qorxudur. Amma biz əvvəlcə bilməliyik ki, süni intellekt nədir? Süni intellekt ifadəsindəki süni sözü həqiqi mənada sünidir. Yəni, süni intellekti zəka kimi təqdim etmək, robotu insan kimi təqdim etməyə bənzəyir. Biz bilirik ki, robot əsla insan deyildir. Hər nə qədər insana oxşar robotlar düzəldilsə də, robot heç vaxt insan deyildir. Çünki insan təkcə bioloji, fiziki tərəfi olan varlıq hesab olunmur. Bu mənada süni intellekt əsla intellekt deyildir. Ümumiyyətlə, insanoğluna materialistcəsinə və naturalistcəsinə baxışın nəticəsi idi ki, bu əslində təkamül nəzəriyyəsi əsasında insana baxmaqdır. Deyirdilər, insan ancaq biologiyadan ibarətdir, yəni insan heyvandır bir növ. İndi isə həmin məntiqin davamı olaraq insana texnoloji baxış meydana çıxıb. Nə deyirlər? İnsan mahiyyətcə maşındır, biz onu yenidən qura bilərik. Yəni, biz insan bədəninə müəyyən mexaniki qurğuları yerləşdirməklə insan kiborqlar yetişdirə bilərik. Bunların məqsədi, bu nəzəriyyənin tərəfdarları və yaxud insana maşın kimi baxanların əsas məqsədi fövqəl insan, super insan yaratmaqdır. Bilirsinizmi, onlar deyirlər ki, bizim insan kimi problemimiz ondan ibarətdir ki, biz bioloji bir örtüyə sahibik. Bu bioloji örtək, yəni bədən qocalır və ölür. Biz ölümün texnoloji problemini həll eləməliyik. Ya da elə başlanğıcdaca problemə həll tapmalıyıq. Məsələn, deyirlər ki, silisium əsaslı xüsusi substrat düzəltməliyik.
Daha sonra insan zəkasını kopyalamağın və yaşatmağın mexanizmini kəşf etməliyik. Hansısa yolla bu mexanizmi o substrata yerləşdirməliyik. Beləliklə ölməz insan modeli yaratmalıyıq. Əlbəttə bu elmi fantastikadır. Bunun heç vaxt gələcəkdə əsası olmayacaqdır. Çünki scientizmdən fərqli olaraq elm bu suallara cavab verə bilmir. Süni intellektə gəlincə isə o hesablama mexanizmidir, o maşındır. O kompüter və proqram təminatından ibarət fiziki sistemdir, varlıqdır. Və əlbəttə ki, süni intellekt heç nəyi şəxsi təcrübəsindən keçirərək təqdim eləmir. Ümumiyyətlə, onun iç dünyası yoxdur. O sadəcə olaraq mexanizmdir, o sadəcə olaraq proqram təminatıdır, o sadəcə olaraq sistemdir. O, heç də təqdim edildiyi kimi insanda mövcud olan və mahiyyətini hələ də elmin aça bilmədiyi şuurun üzərində qurulduğu zəka deyildir. Ümumiyyətlə, insan zəkasının yerini tuta bilərmi? İnsan zəkasını əvəz eləyə bilərmi? Üstələyə bilərmi? Bax, bu maraqlı bir məsələdir. Mən düşünürəm, bəzi o əqli qüsurlu indi şəxsləri, fərdləri çıxmaq şərti ilə də, yəni insanın ali varlıqdır, insan, onun şuurun Allah yaradıb dəhşətli bir şeydir də. Yəni bu haqqda danışsaq saatlar eləməz. İnsanın o şuuru, zəkası, ağlı, yəni müqayisəyə gəlməz mən düşünürəm təbii ki. Amma bir sıra insanlar var ki, bunu müqayisə, ümumiyyətlə düzdürmü bu müqayisə eləmək? İnsan zəkası ilə bu Bəli, mümkündür ki, müəyyən məsələlərdə süni intellekt insan zəkasını üstələsin. Müəyyən məsələ. Müəyyən məsələ. Məsələn, sürətli hesablama, məlumat toplama, bəli, hər hansı bir intellektual məsələni daha düzgün yerinə yetirmə. Yəni, nə ki, alqoritm tələb eləyir, yəni ardıcıl şəkildə yerinə yetirilməsi lazım olan təlimatlar məcmusunu ehtiva eləyir. Kompüter kimi, hesablama maşınları kimi, kalkulyator kimi süni intellektdə bu mənada insan zəkasını üstələyə bilər. Amma insan zəkası ilə süni intellekt əsla müqayisə oluna bilməz. Nə üçün? Çünki dedik ki, süni intellekt zəka deyildir. Yəni, bugün süni intellekt sistemi yaxud süni intellektin yerləşdirildiyi kompüter proqram təminatı düşünmür, düşünə bilmir. O sadəcə olaraq insan zəkasını imitasiya eləyir, təqlid eləyir. Və bəzən biz o insan zəkasının doğura bildiyi nəticəni eynisini göstərə bildiyi üçün biz düşünürük ki, yəqin ki, süni zəka da düşünərək bunu meydana çıxarır. Unutmayın, intellektual görünən bir hərəkətin mövcudluğu hələ həmin hərəkətin arxasında şuurun dayanması mənasına gəlmir. Süni zəka bütün süni zəkaya tənqidi münasibət bəsləyən mütəfəkkirlərin, filosofların, riyaziyyatçıların gəldiyi son yekun konsensusa görə o insan zəkasını imitasiya edir, təqlid edir. Yəni, maşın düşünə bilmir, maşın təsvir eləyir, maşın hesablayır. Bunlar alqoritmlər vasitəsilə baş verir, proqram təminatı ilə baş verir. Vüsal müəllim, süni intellekt ümumiyyətlə insanı əvəzləyə bilərmi və yaxud üstələyə bilərmi? Bu da maraqlı sualdır, Oqtay müəllim. Ümumiyyətlə, insan hər şeydən qabaq mənəvi varlıqdır. Onun dəyəri hansısa informasiyanı bilməsi ilə ölçülmür. Yəni, bir insanın dəyəri ondakı informasiyanın miqdarından asılı deyil. İnsanın dəyəri onun ontolojik kimliyindən irəli gəlir. Yəni, insan olduğu üçün dəyərlidir. Nə üçün? Süni intellekt bizdən daha sürətli hesablaya bilər. Daha çox informasiyanı özündə saxlaya bilər. Müəyyən intellektual tapşırıqları bizdən
daha sürətli və daha dəqiq yerinə yetirə bilər. Yaxşı süni intellekt informasiya baxımından, informasiyanın həcmi baxımından, informasiyanın emalının sürəti baxımından bizi üstələyirsə, onda insanın dəyəri nədən ibarətdir? Deməli, insanın dəyəri, bayaq dediyim kimi, onun bir şeyi bilməsi ilə ölçülmür. İnsanın dəyəri onun mənəviyyatından irəli gələn müəyyən keyfiyyətlərlə ölçülür. Məsələn, insan mənəvi varlıqdır, yəni ruhu olan varlıqdır. Süni intellektdən fərqli olaraq insan ağrı acını hiss edə bilir. Başqasının ağrı acısını özününki hesab edir və buna görə qarşılıqlı olaraq o insanla dərdini bölüşür. Süni intellekt əsla belə bir təcrübə yaşaya bilmir. Yəni süni intellektin bir spiritual, mənəvi tərəfi yoxdur. İkincisi, insan şuurlu varlıqdır. İnsanda şuur mövcuddur. Biz süni intellekti şuurlu mexanizm adlandıra bilmərik. Ümumiyyətlə, heç bir süni intellekt sistemini yaradan tərəf şuurlu bir mexanizm yaratdığını iddia eləmir. Əvvəla şuurun nə olduğunu müasir elm müəyyənləşdirə bilməyib. Əgər biz şuurun nə olduğunu bilmiriksə, şuurlu bir mexanizm düzəltmişik kimi bir iddiadan çıxış edə də bilmərik. Ümumiyyətlə, biz şuuru izah edə bilmiriksə, insan bədənində, maddi beyində şuurun necə inkişaf etdiyini, şuurun necə meydana çıxdığını bir elm olaraq cavablaya bilmiriksə, əlbəttə ki, şuur bir müəmmadır və insan bu müəmmaya sahibdir. Amma süni intellekt əsla həmin o müəmmaya sahib deyildir. Bununla yanaşı, insan fərdi şuur təcrübəsinə malik yeganə varlıqdır. Məsələn, bizə deyirlər ki, sevgi nədir? İnsan həm sevgini təsvir eləyə bilir, həm də sevgini yaşaya bilir. Yəni, insanda sevgi haqqında həm məlumat vardır, həm də sevgi haqqında yaşantı vardır. Süni intellekt sevginin nə olduğunu təsvir eləyə bilər. Süni intellekt sizə sevgi haqqında çoxlu məlumat verə bilər. Amma bu mənaya gəlmir ki, süni intellekt o məlumatı verərkən sevginin nə olduğunu yaşayır. Buna fəlsəfədə kvaliya deyirlər. Kvaliya ancaq insanda var. Kvaliya alqoritmli qurğularda əsl ola bilməz. Çünki bu şuurla əlaqəli bir şeydir. Şuur ancaq insanda mövcuddur. Məsələn, insan həmçinin Oqtay müəllim, təkcə informasiya qazanan, informasiya emal edən intellektual, kognitiv varlıq deyildir. İnsanın həm də spiritual bir tərəfi var. Yəni, ruhdan ibarət bir komponenti var. Buna görə də insan ağrı və istirab və həz hisslərini yaşayır. Yaxud gülün, dənizin qoxusunu hiss edərək hansısa xatirələrə dala bilir. Və ya sevinc, qorxu, məhəbbət hissini yaşayır. Yaxud o gözəlliyi dərk edə bilir. Yəni, estetik şuuru vardır insanoğlunun. Başqa insanlara qarşı o dərindən ehtirama, sevgiyə, pərəstişə əsaslanan münasibət bəsləyə bilir, əlaqə qura bilir. Və bir də insan mənəvi məsuliyyət daşıyır. İnsan inanır, insan ibadət edir. Bu, onun şuuru yaxud ruhu ilə bağlı məsələdir. Bunların heç biri süni intellektdə yoxdur. Bu baxımdan süni intellekt əsla insanı əvəzləyə bilməz. Çünki insan adlanan canlı, intellektual canlı olduğu kimi, həm də spiritual, mənəvi canlıdır. O bildiklərini yaşayan varlıqdır. Süni intellektdə bilir. Süni intellektdə təsvir edir. Amma bildiklərini yaxud təsvir etdiklərini süni intellekt yaşamır. Məsələn, biz süni intellektdən ağrı haqqında soruşsaq, o internetdə mövcud olan dataları təhlil eləyərək ağrını sizə təsvir eləyəcəkdir. Amma özü hiss etmədən. Amma əsla o təsviri edərkən o hissi yaşamayacaqdır. Einstein ona görə deyirdi ki, bir insanın ən böyük xoşbəxtliyi
cazibə qanununun olduğu yerdə sərbəst düşməsini hiss etməsidir. Yəni insan bilir ki, həm yıxıla bilər, yaxud insan bilir ki, tullanarkən yerə düşəcəkdir, həm də düşərkən bunu hiss eləyir. Görürsünüz, insan bilir və hiss eləyir, yəni şəxsi kvaliyası var. Lakin süni intellektin bu tərəfi yoxdur. Süni intellekt bilir, çünki süni intellekt ona verilən dataları, məlumat bazalarını təhlil eləyir. Son olaraq, süni intellekt insanoğlunu üstələyə bilərmi, əvəz edə bilərmi? Sualına son olaraq belə bir cavab da vermək mümkündür. Bəli, bayaq dedim ki, insanoğlu həm də o ruhunun, şuurunun sayəsində başqaları ilə münasibət qura bilir. Sevgiyə, ehtirama, pərəstişə əsaslanan. Süni intellekt belə bir imitasiya yarada bilir. İnsan bəzən süni intellektə emosional olaraq bağlana bilir. Çünki sən yazırsan ki, salam əzizim, o da sənə yazır ki, salam əzizim. Çox səmimi ünsiyyət qurur adamla. Amma biz bilirik ki, bu imitasiyadır. Yəni süni intellekt özünü belə aparır. Ona proqram yerləşdirənlər, ona o bazanı yerləşdirənlər və o bazanı təhlil edərkən görür ki, kim səninlə mehriban danışırsa, sən də mehriban danışmalısan. Süni intellekt buna görə bu münasibəti qurur. Amma hamımız bilirik ki, həqiqi münasibət iki fərd arasında o vaxt mümkün olur ki, o iki tərəf bir-birinin münasibətlərini dərk edir. Yəni, hər iki tərəf şuurludur. Əks halda bu imitasiyadır. Və əlbəttə ki, insan dünyanı təkcə ağlı ilə dərk eləmir. İnsan dünyanı hiss orqanları ilə yaşayır. Bizə həmişə öyrədiblər ki, informasiya əldə eləməyin iki üsulu var. Bir, məntiqi təfəkkür, bir də hiss orqanlarımız. Halbuki unutduğumuz bir şey var. Hiss orqanları, yəni dadma, qoxulama, toxunma, eşitmə və görmə. Bu təkcə informasiya əldə eləmək üçün bizdə mövcud olan orqanlar deyil və ya hisslər deyil. Bunlar həm də həyatı hiss etmək üçün, həyatı yaşamaq üçün, fərdi şuur təcrübəsi keçirmək üçün bizə lazımdır. Məsələn, biz məhz bunun nəticəsində inanın ki, biz mənəvi məsuliyyət daşıyırıq, sevə bilirik, kədərlənirik, sonra özümüzü xoşbəxt hiss eləyirik, yaxud həyatda məna axtarırıq. Bunların heç birini əlbəttə ki, süni intellekt həyata keçirə bilmir, çünki süni intellektin 5 hiss orqanı yoxdur. Mən əlbəttə ki, razıyam, süni intellekt müəyyən cihaz vasitəsilə səsləri qəbul edir. Süni intellekt müəyyən kamera vasitəsilə görüntünü alır. Amma bu mənaya gəlmir ki, insan eşidərkən, insan görərkən eşitdiyini yaşayırmış kimi, yaxud gördüyünü yaşayırmış kimi süni intellekt o səsi alarkən, təsviri qəbul edərkən eyni təcrübəni yaşayır. Bu mümkün deyildir. Çünki insandakı bu halın əsas səbəbi onun şuuru yaxud ruhudur. Şuurun nə olduğunu elm müəyyənləşdirə bilməyib. Müasir süni intellekt sistemlərində şuur mövcud deyil. Ona görə də biz əsla iddia eləyə bilmərik ki, müasir intellektual sistemləri insan kimidir, insan kimi sevir, insan kimi istirab hiss edir, insan kimi bağışlayır, insan kimi şəfqətlidir. Xeyr, bu ancaq şuurun nəticəsində insanoğlunda mümkün olmuşdur. Müasir süni intellekt sistemlərində şuur mövcud deyildir. Mənim təbii olaraq bu yerdə bu sual meydana gəlir. Görəsən süni intellekt, süni zəka dini əvəz edə bilərmi? Allahı əvəz edə bilərmi? Bilirsinizmi? Mümkünsə qısa, vaxtımız az olduğu üçün. Süni intellekt əsla Allahı əvəzləyə bilməz. Düzdür, ənənəvi ilahiyyatda Allah haqqında danışırıq ki, o hər yerdədir, hər şeyi bilir və əlbəttə ki, hər şeyə böyük gücə malikdir. Bugünkü süni intellekt sistemlərində də bu üç funksiyanı yükləyirlər. O hər yerdədir. Nə sual verirsən ona cavab tapır. Bir də böyük işləri görə bilir. Amma insan oğlu təkcə
süni intellektin həll eləyə biləcəyi problemlərlə məşğul olmur ki. İnsanoğlunun arzusunda olduğu müəyyən məsələlər var. İnsan ümumiyyətlə kimdir? İnsan dünyada nə üçün mövcuddur? İnsan öldükdən sonra hara gedəcəkdir? Bunlara süni intellekt cavab verə bilməz, çünki mövcud datada bunların cavabı yoxdur. Dinlər isə buna bir mənalı şəkildə cavab verir. Bugün əsla süni intellekt nə bugün, nə gələcəkdə Allaha çevrilməyəcəkdir. Problem insanoğlunun onu Allah kimi görməsindədir. Necə ki, pulu görürlər, Bəli, bəziləri varı görürlər falan. Eyni şeydir. Bir də texnologiyaya xilaskar gözü ilə baxdığımızda elmin heç vaxt həll eləyə bilməyəcəyi məsələləri də texnologiyanın həll edə bilmədiyini gördüyümüzdə eyni məyusluğu yaşayacağıq. Mütləq, bəli. Eyni məyusluğu yaşayacağıq. Ümumiyyətlə, bax, süni intellekt nəyi edə bilər, nəyi bacarmaz, nəyi bacarar? Bax, belə bir sualla yekunlaşdıraq mövzumuzu. Ümumiyyətlə, bəli, süni intellekt çox şey edə bilər. Nəyi ki, elm edə bilir, süni intellekt də onu edə bilir. Çünki elmin təqdim etdiyi məlumat bazaları üzərində qurulubdur süni intellekt. O bir proqramdır. Onun o məlumatlara çıxışını kəssəniz, nə baş verəcək? Süni intellekt ölü bir mexanizmə çevriləcəkdir. Məsələn, süni intellekt nəyi eləyə bilər? Bir çox tibbi xəstəliklərin müalicəsində insana kömək eləyə bilər. Yaxud elmi araşdırmaları sürətləndirə bilər. Yaxud insanların həyatını asanlaşdıra bilər. Böyük miqdarda informasiyanı təhlil eləyə bilər. Amma süni intellekt indi sadalayacağım məsələləri əsla həll eləyə bilməz. Məsələn, ölüm problemini, həyatın mənasızlığı problemini, günah problemini, insani münasibətlərdəki o spiritual hərarət problemini əsla həll eləyə bilməz. Çünki bu sadaladığım məsələlərin texniki, fiziki həlli yoxdur. Bunların spiritual, mənəvi həlli var. Bu həllin yolunda müqəddəs kitablarda Allah göstərmişdir. Bunları bir şəxs bacarır, bir varlıq bacarır, o da insan, belə deyək. Əlbəttə, yəni bilirsinizmi, bu cavablar elmdə və texnologiyada yoxdur. Bu sadaladığım məsələlərin cavabı. Bunun cavabını bizi başqa aləmlə, spiritual, mənəvi, metafizik aləmlə əlaqələndirən mənbələrdə axtarmalıyıq. O müqəddəs yazılardır, müqəddəs kitablardır. Bir sözlə biz texnologiyaya xilaskar gözü ilə baxmamalıyıq. Texnologiyaya ağa gözü ilə də baxmamalıyıq. Texnologiyaya vasitə gözü ilə baxmalıyıq və texnologiyadan istifadə edərkən ruhu və şuuru olan insan kimi mənəvi məsuliyyət şuurumuzu, hissimizi əsla əldən verməməliyik. Çox gözəl. Elvisa müəllim, son olaraq maraqlı bir məsələdir. Keçmişdə, qədimdə insanlar metafizik varlıqların varlığından istifadə edirdilər, onlarla münasibət qurmaq istəyirdilər. Bugün isə ancaq texnologiyadan istifadə etməklə nələrsə nail olmaq istəyirlər. Hər halda belə deyək də, insan xeyrin arxasıca qaçsa yaxşıdır. Təbii ki, o metafizik varlıqlarla əlaqə qurmaq, münasibət qurmaq təbii ki, hər insanın işi də deyil. Məsələn, hansısa Süleyman peyğəmbərin əlaqələri var idi deyə, ya digər peyğəmbərlərin, amma hər yetən insan bunu bacarmaz. Texnologiyada yaxşı bir şeydir, gözəl bir şeydir, insan gələcəkdir və insanlara rahatlıq bəxş edən bir şeydir hardasa, amma ziyanlı tərəfləri təbii ki, çoxdur. Amma bu süni intellektdə də biz belə deyək də, son olaraq buna nə deyə bilərsiniz? Biz daha çox fayda götürə bilərik bundan, ya ziyana uğraya bilərik bununla? Süni intellekt bıçaq kimidir. Yaxşı insanların əlində fayda verə bilir. Şər insanların əlində isə o kimisi öldürən alətə çevirə bilir. Süni intellekt nə istəyir sualını əslində biz belə dəyişdirməliyik. Biz süni intellektdən nə istəyirik və süni intellekt vasitəsilə nə etmək istəyirik? Sözümə belə bir
yanaşma ilə xitam verirəm. Biz elmi, texnoloji, bioloji problemlərin həllində elmin, o cümlədən süni intellektin imkanlarına müraciət edə bilərik. Əxlaqi, mənəvi problemlərə gəlincə, onda necə ki texnoloji, fiziki, iqtisadi problemlərin həllində mən elmə müraciət edirəm, əxlaqi, mənəvi problemlərin həllinin üçün isə mən Allaha müraciət edəcəyəm. Və onun dininə. Və Allahı əlbəttə ki, heç nə əvəz eləyə bilməz. Unutmayaq, süni intellekt yaradılmışdır. Yaradılmış bir şey əsla Tanrı ola bilməz. Allah isə yaradılmamışdır. Yaradılmadığı üçün o ən ali varlıqdır və insanların Rəbbi olaraq həmişə qalacaqdır. İnşallah. Mən təşəkkür edirəm sizə müəllim. Gözəl məsələyə gözəl aydınlıq verdiniz. Allah razı olsun sizdən. Siz sağ olun. Mən düşün bu sosial şəbəkəni izləyirsən, dostlarla danışırsan, bu mövzu ilə bağlı o qədər söhbətlər edirlər. Yəni çox vacib bir mövzu idi, aktual bir mövzu idi. İnsanlarımız ilahiyyatçının dilindən eşitsinlər və din buna necə yanaşır, dində nədir bunun yeri. Bu olmasın, digər bir məsələn hansısa bir texnoloji yəni vasitə də yarana bilər, yaranacaq da təbii ki, indi süni intellekt dövrüdür deyək. 5 ildən sonra elə bir vasitə yarana bilər ki, məsələn tamam dəyişəcək dünyanı, yəni də belə yaşayış tərzini dəyişə bilər insanın. Amma dinin baxışı öz yerindədir. Heç bir şey dini siz demişlər əvəz edə bilməz, Allahı əvəz edə bilməz. Allah əvəz olunmazdır. Allahın yeri həmişə qəlblərimizdədir və hər yeri əhatə edəndir Allah. Allahdan ayrı düşməyin inşallah. Amin. Var olun, sağ olun. Təşəkkür edirəm sizə və sizə də təşəkkür edirəm izlədiyiniz üçün və proqramı paylaşın ki, dostlarınız da izləsinlər. Alimimizin, dəyərli alimimizin gözəl sözlərini eşitsinlər bu mövzu ilə bağlı. Minnətdaram sizə, sağ olun.